Hər vaxtınız xeyir, Obyektiv efirdədir. Bugün sosial müdafiə sistemində tətbiq olunan və vətəndaşa xidmət fəlsəfəsini yeni mərhələyə daşıyan DOST modelindən danışacağıq. DOST konsepsiyasının mahiyyətinə, sosial müdafiə sahəsində formalaşdırdığı yeni idarə etmə yanaşmasına və vətəndaş üçün yaratdığı real dəyişikliklərə diqqət yetirəcəyik. Vətəndaşın dostu olmaq davamlı məsuliyyət tələb edən institusional bir öhdəlikdir. Bu istiqamətdə cari ildə də növbəti addımlara atılacaq. DOST xidmətlər şəbəkəsi bu il daha da genişlənəcək. DOST TV ilə canlı bağlantıda isə sosial sahə üzrə bir sıra aktual mövzularla, məşğulluq tədbirləri, sosial reabilitasiya, əlilliyi olan şəxslərin reabilitasiyası və digər məqamlarla tanış olacağıq. Bizimlə birbaşa bağlantıda həmkarım Əsmər Nəcməddin qızıdır. Əsmər, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir olsun xanım. Sizi və tamaşaçıları DOST TV-nin studiyasından salamlayıram. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq. İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən 8673 şəxsin məşğulluğu artıq təmin olunub. Bu barədə Nazirlikdə işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən, işə götürənlərlə keçirilən növbəti görüşdə bildirilib. Nazir müavini Rəşad Mustafayev Böyük Qayıdışa dair dövlət proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda icra olunan məşğulluq proqramlarının getdikcə genişləndirildiyini qeyd edib. Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib. Tədbir gözdən əlilliyi olan şəxslərə göstərilən xidmətlər və benefisiarların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat vermək, həmçinin qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırda əlilliyi olan 6100 şəxsə evlərində səyyar reabilitasiya xidmətləri göstərilir. Onlar yaşayış yerini tərk eləməkdə çətinlik çəkən əlilliyi olan şəxslərdir. Bu xidmətlərdən yararlanmaq istəyən şəxslər və ya onların qanuni nümayəndələri Nazirliyin 142 çağrı mərkəzinə, DOST mərkəzlərinə və ya ərazi üzrə tibbi sosial ekspert komissiyasına müraciət edə bilərlər. Nazirliyin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar ayında 626 min müraciət edilib. Ötən ay 26 min təyinat elektron infrastruktur üzərindən praktik qaydada həyata keçirilib. Əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 87 minədək elektron arayış verilib. Belə hörmətli tamaşaçılar, mənim sizə bugünlük və bu həftəlik çatdıracaqlarım bu qədər. Növbəti efirdə yenə görüşəcəyik. Diqqətiniz Real TV-də olsun. Obyektiv davam edir. Hələlik. Sosial xidmətlər sahəsində vətəndaş prosesin mərkəzində dayanan əsas iştirakçıya çevrilib. Hüquqları, təşəbbüsü və mövqeyi ilə prosesdə fəal rol oynayan subyektdir. Qonağımla məhz bu prinsip əsasında həyata keçirilən işlər barədə danışacağıq. DOST Agentliyinin idarə heyətinin sədrinin müavini Aygün Musayeva studiyamızın qonağıdır. Aygün xanım, xoş gəlmisiniz, xoş gördük sizi. Təşəkkür edirəm, çox sağ olun dəvətiniz üçün. Aygün xanım, indiyədək DOST Agentliyi tərəfindən təxmini nə qədər vətəndaşa xidmət göstərilib? Deməli, DOST Agentliyi 2019-cu ildən ilk DOST mərkəzini açmaqla fəaliyyətinə başlayıb, vətəndaşlara xidmət göstərməyə başlayıb və o gündən bu günə ümumi olaraq 4 milyondan çox vətəndaşa xidmət göstərilib. Xidmət göstərilən vətəndaşların sayı əlbəttə ki, dövrdən dövrə dəyişir və təkcə 2026-cı ilin fevral ayında 60 mindən çox vətəndaşa xidmət göstərilib. Mərkəzlərimizin sayı artdıqca xidmət göstərdiyimiz vətəndaşların sayı da təbii ki, artmış olur. Aygün xanım, DOST mərkəzlərinə müraciət edən vətəndaşların orta gözləmə müddəti nə qədərdir? Ümumilikdə fevral ayı üzrə göstərici 7 dəqiqəni göstərir. Gözləmə müddəti isə 2 dəqiqədir təqribən. 1-2 dəqiqə arası xidmət göstərilir. Gözləmə müddəti var və ümumilikdə belə götürəndə vətəndaş DOST mərkəzinə daxil olub, xidmət alıb, DOST mərkəzini tərk etməsi ümumilikdə maksimum 10 dəqiqə çəkir. Yəni vətəndaşı burada xidmət növbəsini götürməsi, xidməti gözləməsi, eyni zamanda xidməti alması və mərkəzi tərk etməsi demək olar ki, beynəlxalq göstəricilərə uyğun gəlir. Bəli, sizdə artıq orada elə bir sistem qurulub ki, vətəndaş daxil oldu, könüllülər onu salamlayır, qarşılayır, növbəsini götürür, sakitcə əyləşir, 2 dəqiqə çəkir və
daha sonra ona xidmət göstərilir. Xidmət göstərilir, bəli. Və könüllərimizin də əlbəttə ki, bu istiqamətdə rolu çox böyükdür. Vətəndaşlar da bu istiqamətdə öz məmnunluqlarını daim bildirirlər. Kompleks bir yanaşma var ki, vətəndaş dostdan razı getsin. Bəli, əsas məqsədimiz vətəndaşın məmnunluğudur təbii ki. Hazırda dost mərkəzlərinə müraciət edən vətəndaşlar daha çox hansı istiqamətlər üzrə sizə müraciət edirlər? Ümumiyyətlə bildiyiniz kimi dost mərkəzlərində göstərilən xidmətlərin çeşidi, istiqamətləri Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş 387 nömrəli fərmanla tənzimlənir. Bütün xidmət siyahısı, istiqamətlər, xidmətin göstərilmə qaydası bu fərmanla tənzimlənir. Xidmət istiqamətləri olaraq 14 istiqamət mövcuddur hal-hazırda. Adətən xidmətləri daha çox sosial müdafiə istiqamətində olan xidmətlərə, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinə vətəndaşların müraciətləri daha çox olur. Eyni zamanda məşğulluq istiqamətinə daha çox olur. Amma deyək ki, ölkədə hər hansı Cənab Prezidentin verdiyi sərəncamlardan, Nazirlər Kabinetinin verdiyi qərarlardan asılı olaraq gündəm dəyişir, vətəndaşların mərkəzlərə müraciəti üçün yeni bir zəmin yaranır. Misal üçün, bu yaxınlarda yanvarın 1-dən Cənab Prezidentin əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı sərəncamı oldu. Bu sərəncam təbii ki, əmək pensiyaçılarının mərkəzlərə müraciətinin sayını dəyişdi və artırmış oldu. Eyni zamanda keçən il bildiyiniz kimi Konstitusiya və Suverenlik ili elan olunmuşdu və bu münasibətlə ilin sonunda Cənab Prezidentin deməli qərarı ilə amnistiya elan olundu. Bu halda artıq penitensiar müəssisələrdə cəza cəmiyyətdən azad olunan şəxslərə verilən birdəfəlik müavinət üçün müraciətlərdə artım müşahidə edildi, sözsüz ki. Bundan əlavə ilin əvvəlində əmək qanunvericiliyində baş vermiş dəyişiklik əmək münasibətləri istiqaməti üzrə vətəndaş müraciətlərinin sayına təsir etdi. Və beləliklə qeyd etmək olar ki, 387 nömrəli fərmanla müəyyən edilmiş istiqamətlər üzrə daimi olaraq vətəndaş müraciətləri daxil olmaqdadır. Hər halda bu həm də etimadın göstəricisidir. Çünki biz dost mərkəzlərində vətəndaşlarla ünsiyyətdə olduqda bəzən artıq sosial mediada, ictimaiyyətdə bəzi xəbərlər yayılır, yeniliklər yayılır, amma onlar yenə də siz qeyd etdiyiniz kimi 142 çağrı mərkəzi ilə əlaqə saxlayırlar ki, birbaşa mənbədən həmin xəbəri alsınlar ki, bu bir növ onları psixoloji olaraq rahatladır. Sözsüz ki, çağrı mərkəzi belə bir xidmət növüdür ki, o evdən çıxmadan birbaşa siz qeyd etdiyiniz kimi birinci mənbədən məlumatı əldə etmə imkanı yaradır. Ümumiyyətlə dost mərkəzlərinin ümumiyyətlə Dost Agentliyi tərəfindən müxtəlif xidmət kanalları mövcuddur. O kanallardan biri fiziki olaraq vətəndaşların mərkəzə müraciət etməsidir, xidmət mərkəzlərimizdir. Eyni zamanda çağrı mərkəzidir, digər özünə xidmət masalarıdır, hansı ki vətəndaşlar üçün bütün mərkəzlərimizdə xüsusi ayrılmış masalar və avadanlıqlarla təchiz olunmuş bir guşə var. Vətəndaşlar gəlib elektron xidmətlərdən orada bizim könüllülərin və mərkəz əməkdaşlarının dəstəyi ilə xidmətlərdən yararlana bilirlər. Aygün xanım, istərdim dost modelinə, beynəlxalq maraq məsələsinə toxunaq. Beynəlxalq maraq necədir dost modelinə və bizi özünə nümunə görən ölkələr varmı? Belə deyərdim ki, ümumiyyətlə Dost Agentliyi yarandığı bir ilk gündən beynəlxalq səviyyədə təşviqatını aparmış və bunun əsasında da böyük maraq cəlb etmiş bir təşkilatdır. Dost Agentliyi həm ümumiyyətlə sosial müdafiə, sosial təminat, sosial xidmət istiqamətində dünyada mövcud olan iki böyük beynəlxalq təşkilatın üzvüdür. Onun biri Avropa Sosial Şəbəkəsidir, digəri isə Beynəlxalq Sosial Təminat Assosiasiyasıdır. Və əlbəttə ki, hər il Dost Agentliyi həmən konfranslarda, forumlarda iştirak edir. Həm bu bizə imkan yaradır ki, biz öz dost modelimizi beynəlxalq səviyyədə tanıdaq, eyni zamanda da dünyada baş verən yaxşı təcrübələri, tətbiq edilən yaxşı təcrübələri öyrənək. Amma bizim bu forumlarda iştirakımız bizə qarşı olan marağı bizə çox yaxşı, bariz şəkildə
göstərir. Belə ki, həmən görüşlər, həmən konfranslarda biz müxtəlif ölkələrlə əməkdaşlıqlar qurmaq imkanımız yaranır. Onların bizə marağı sayəsində onlarla görüşlərin keçirilməsi, onların suallarının cavablandırılması imkanı yaranır bizim üçün. Və qeyd etmək istərdim ki, təkcə 2025-ci ildə agentlik tərəfindən 18 sayda xarici ölkəyə səfər, eyni zamanda 17 ölkədən bizim dost mərkəzlərinə səfərlər təşkil olunub, müxtəlif ölkələrdən səfərlər təşkil olunub və onların əsas maraq dairəsi dost modeli ilə yaxından tanış olmaq, ümumiyyətlə bir pəncərə prinsipi ilə sosial müdafiə istiqamətində olan xidmətlərin necə göstərilməsi ilə bağlı suallarının cavabını almaqdır. İstərdim regionlarda yaşayan vətəndaşları maraqlandıran məsələlərə keçək. 2025-ci ildə bir neçə yeni dost mərkəzi istifadəyə verildi. Cari il üçün planlar necədir? Növbəti dost mərkəzlərinin açılışı gözlənilə bilərmi? Hər il biz müxtəlif regionlarda, rayonlarda dost mərkəzlərinin açılışını təmin edirik. 2025-ci ildə Kəlbəcər və Şuşada dost məntəqələri, xidmət məntəqələrimiz açılıb istifadəyə verilib. Eyni zamanda Şuşada filialımız istifadəyə verilib. Bu bilirsiniz ki, Böyük Qayıdış proqramı, dövlət proqramı çərçivəsində işğaldan azad olmuş ərazilərə əhalinin məskunlaşdırılması prosesi gedir. Bu proses çərçivəsində hansı rayonda, hansı şəhərdə məskunlaşma artıq baş verirsə, əlbəttə ki, orada yaşayan vətəndaşların dost xidmətlərinə çıxışının təmin edilməsi məqsədi ilə orada dost məntəqəsinin, ən azı dost məntəqəsinin təşkil edilməsi bizim üçün artıq bir hədəfə çevrilir və odur ki, qeyd etdiyim kimi Kəlbəcərdə və Füzulidə bu il, 2025-ci ildə biz həmən məntəqələri açmışıq. Hətta 2026-cı ildə Tərtərdə xidmət məntəqəmiz açılıb yanvar ayında və bundan sonra da qeyd etdiyim, belə deyək də, göstəricilər əsasında məskunlaşma, eyni zamanda xidmətə olan ehtiyac, eyni zamanda digər şərtlər nəzərə alınmaqla getdikcə dost şəbəkəsinin genişləndirilməsi təbii ki, nəzərdə tutulur. Burada əsas məqsəd vətəndaşların xidmətlərə əlçatanlığının təmin edilməsidir. Dostun əsas prioritetləri və hədəfləri nələrdir? Ümumiyyətlə, Dost Agentliyi fəaliyyətə başladığı ildən bu yana müxtəlif dövrlər üzrə strateji planları, plan sənədləri təsdiq olunub və sonuncu strateji planımız 2023-2026-cı illəri əhatə edib. Bu il o strateji plan sənədimizin sonuncu ilidir. Sözsüz ki, bundan sonraki illər üçün strateji planın hazırlanması nəzərdə tutulur. Plan çərçivəsində əsas hədəflərimiz ümumi olaraq qeyd etsəm, birinci əsas məqsəd xidmətlərin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması. Bu bir mənalıdır. Yəni, bizim əsas məqsədimiz keyfiyyətli şəkildə xidmətin vətəndaşa çatdırılmasıdır. İkinci ən böyük prioritet hədəfimiz dost şəbəkəsinin, bayaq qeyd etdiyimiz kimi, dost şəbəkəsinin genişləndirilməsi və Azərbaycanın müxtəlif bölgələrində yaşayan əhalinin dost xidmətlərinə əlçatanlığının təmin edilməsidir. Digər bir prioritet istiqamətlərdən biri yeni xidmətlərin dost xidmətlərinə cəlb edilməsi, inteqrasiyası, eyni zamanda ümumilikdə dost xidmətləri siyahısının optimallaşdırılmasıdır. Digər bir prioritetimiz isə xidmətlərin elektronlaşdırılmasıdır. Sözsüz ki, çünki artıq elə bir dövrdə yaşayırıq ki, rəqəmsallaşdırma, texnika, texnoloji inkişaf yüksək səviyyədə olduğuna görə vətəndaşların da artıq bu istiqamətdə bilikləri, bacarıqları artdığına görə onlar daha çox elektron xidmətlərə üstünlük verməyə başlayırlar. Elə fürsət düşmüşkən qeyd eləmək istəyirəm ki, Moldova Respublikası bizə bu dost modelinin elementləri ilə bağlı ciddi şəkildə maraq göstərdiyinə görə onlarla qarşılıqlı memorandum əsasında dost modeli onlara təqdim olunmuş. Onlar bu dost modelinin elementlərinin pilot tətbiqini artıq tətbiq edib yekunlaşdırmış və indi hal-hazırda elə Moldovada, Kişinyov şəhərində hal-hazırda dost şəbəkəsinin yaradılması ilə bağlı ciddi şəkildə işlər aparılır. Eyni zamanda Özbəkistan Respublikası da dost modelinin müəyyən elementlərini öz xidmətlərinin təşkil edilməsində istifadə edir. Könüllü proqramımıza ciddi maraq göstərilir.
Serbiya, Xorvatiya kimi ölkələrdə bizim dost modelinə ciddi şəkildə maraq göstərilir. Aygün xanım, biz verilişlərimizdən birini Qarabağ Dost Mərkəzinə həsr etmişdik və Qarabağda yaşayan vətəndaşlarımız da öz təəssüratlarını dost mərkəzlərində hansı xidmətlərdən neçə dəqiqə istifadə ediblər, bu barədə də bizlə bölüşmüşdülər. İstərdim sizə də Qarabağ Dost Mərkəzi və işğaldan azad olmuş ərazilərdə fəaliyyət göstərən məntəqələrinizlə bağlı bir sual ünvanlayım. Qarabağda sosial təminatın, əlçatanlığın təminində həmin dost mərkəzlərinin, məntəqələrinin istərdim vətəndaşlara necə təsir etdiyi barədə bir söhbət aparaq. Qarabağ İqtisadi rayonunda regional dost mərkəzi Bərdə rayonunda yerləşir. Qarabağ regional dost mərkəzi Bərdə rayonu və onun ətrafındakı bütün rayonlardan olan vətəndaşlara qeydiyyat məhdudiyyəti olmadan xidmət göstərir. Qarabağ İqtisadi rayonuna daxil olan rayonlardan isə Bərdədə regional dost mərkəzimiz var. Bayaq qeyd etdiyim kimi Füzuli və Tərtərdə xidmət məntəqələrimiz fəaliyyət göstərir. Eyni zamanda Şuşa şəhərində filialımız fəaliyyət göstərir. Bu da orada yaşayan bütün vətəndaşlara xidmətləri əlçatan edir. Amma bu o demək deyil ki, yalnız həmən rayonların vətəndaşları bu xidmət məntəqələrinə və dost mərkəzlərinə, filiallara müraciət edə bilərlər. Ümumiyyətlə, xidmət bizdə qeydiyyat məhdudiyyəti olmadan təşkil edildiyinə görə ətraf rayonlardan istənilən rayonda yaşayan, istənilən rayonda qeydiyyatda olan şəxs yaxınlığında olan dost mərkəzinə rahatçılıqla müraciət edə bilər. Bütün xidmətlər üzrə. Odur ki, bu vətəndaşlarda sözsüz ki, məmnuniyyət yaradır və eyni zamanda xidmətlərin keyfiyyəti onların həmən mərkəzlərə müraciəti üçün şərait yaradır. Söhbətimizin əvvəlində siz qeyd etdiniz ki, dostun xidmət şəbəkəsi genişlənir, bəzi xidmətlər var ki, elektrondur, bəzi xidmətlər var ki, vətəndaşa səyyar qaydada həyata keçirilir. İstərdim səyyar dost məsələsinə toxunaq, bir qədər bu barədə məlumatlılığı artıraq. Səyyar dost nədir və hansı vətəndaşlar bu xidmətdən yararlana bilər? Səyyar dost, səyyar xidmətin göstərilməsi bizim 387 nömrəli fərmanda xidmət göstərilmə qaydalarının içərisində təsbit olunmuş bir xidmət formasıdır və biz bunu vətəndaşlara əlçatan etmişik. Vətəndaş, səyyar formada xidmət almaq istəyən vətəndaş Dost Agentliyinin rəsmi internet səhifəsində səyyar dost bölməsinə daxil olmaqla orada elektron formanı doldurub, hansı xidmət istiqaməti üzrə müraciəti olduğunu, hansı saatda həmən xidmətin göstərilməsini, hansı ünvanda xidməti almaq istədiyini qeyd etməklə xidmətə müraciət etmiş olur. Alınmış həmən o ərizə əsasında, belə elektron müraciət əsasında müvafiq vətəndaşın qeyd etdiyi rayona uyğun dost mərkəzi həmən vətəndaşa xidmət göstərmək üçün detalları dəqiqləşdirmək məqsədi ilə vətəndaşla əlaqə saxlayır və belə deyək, müraciətin həqiqiliyini həm yoxlayır, eyni zamanda həmən xidmət üçün müraciətə lazım olan sənədlərin mövcudluğunu təsdiqləyir və saatı, ünvanı dəqiqləşdirdikdən sonra xidmətin müraciətini qəbul etmiş olur və qeyd edilən saatda və vaxtda, tarixdə vətəndaşın qeyd etdiyi ünvanda ona xidmət göstərilməsi üçün səfər edilir. Burada həm sənədlərin götürülməsi, eyni zamanda hazır sənədlərin təhvil verilməsi istiqamətində xidmət göstərilə bilər. Bu xidmət üçün müraciət bizim elektron resursumuz vasitəsilə vətəndaşlara çox əlçatan bir formaya çatdırılıb və vətəndaşlar rahatçılıqla həmən resursdan istifadə edə bilərlər. Aygün xanım, təşəkkür edirəm sizə. Ətraflı məlumat verdiyinizə görə, fəaliyyətinizdə uğurlar arzulayıram. Hər zaman vətəndaşların dostu olasınız. Təşəkkür edirəm. Bir daha dəvətiniz üçün minnətdaram. Qonağımızla söhbətimizdən bu qədər. Problem varsa gecikmədən həll etmək, qərarların əsasını vətəndaşlara aydın şəkildə izah etmək, xidmətləri etimad üzərində qurmaq, məhz bu prinsiplər üzərində qurulan modeldə dostluq münasibəti emosional ifadə deyil, xidmət mədəniyyətidir. Vətəndaşlara xidmət edən dostlardan birini sizə təqdim edir və bugünkü buraxılışımızı yekunlaşdırırıq. Biz izlədiyiniz üçün təşəkkür edirik. Hələlik. Gözləyin zəhmət olmasa, yönləndirək bir dəqiqə gözləyin. Yaxınlaşarız könüllərimizə yönləndirəcəm, əməkdaşımız sizə məlumat verəcək. Gözləyin, əməkdaşla danışın, tam dəqiq məlumat verim sizə.
özüm əslən Laçın rayonundan məcburi köçkünəm. Ailəm 1992-ci ildə Laçın rayonundan Bərdə şəhərinə köç eləyib, burada məskunlaşmışıq, burada böyümüşəm. Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq ixtisası üzrə təhsilə başlamışam. Üretim yönetimi və pazarlama ixtisası üzrə magistr təhsil almışam. Mən valideynlərimdən Laçın haqqında, kəndimiz haqqında, oranın təbiatı haqqında, tarixi haqqında çox sözlər eşitmişəm. Mən özüm qəbul masasında çalışıram. Bizə gələn vətəndaşların əsasən şəhid ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər əlilliyi olan şəxslər üstünlük təşkil edir. Biz onlarla empatiya qurub, onları anlayaraq, onları başa düşərək xidmət göstəririk. Adətən işdən sonra həftədə 2 və 3 dəfə fitneslə məşğul oluram, idman zallarına gedirəm. Keçmiş məcburi köçkün kimi Qarabağ Regional Dost Mərkəzində çalışmaq mənim üçün böyük qürurdur.